Qidalar orqanizmə ağız yolu ilə daxil olur və daha sonra qida borusu ilə hərəkət edərək mədəyə çatır. Sağlam mədə qişası həzm üçün ifraz olunan mədə şirəsinə dayanıqlıdır. Lakin mədə xorası olan xəstələrdə mədə zarının turşuya qarşı davamlılığı ortadan qalxır. Bəzi səbəblərdən pepsin və mədə turşuları arasında nisbət pozulur və nəticədə xora əmələ gəlməsinə zəmin yaranır. Xora mədənin daxili qatına zərər verən bir yaradır. Mədə xorası əlamətləri yeməkdən dərhal sonra üst qarında başlayan ağrı, ürək bulanma, qusma, iştahsızlıq, çəkinin azalması, yorğunluqdur. Bəzi mədə xoraları Helicobacter pylori adlı bakteriyanın səbəb olduğu infeksion prosesindən qaynaqlanır. Bu bakteriya mədənin daxili qatını mədə turşularından qoruyan silik təbəqəsinin tərkibini dəyişdirərək qoruma mexanizmini pozur. Siqaret, tərkibində qəhvə olan içkilər, alkoqol istifadəsi, bəzi dərmanlar mədə xorasının əmələ gəlməsinə şərait yaradır.